Xoş gördük sizi Sayın Qurtuluş TV'nin izləyiciləri. Sizi İsveçrədən salamlayıram. Arzu edirəm hardan bizi izlərsiniz, moralınız yerinizdə olsun, umudlarınız tükənməsin. Dostlar, Urmu Səsinin bir ayrı programı ilə evlərinizə qonağıq. Bugünün də önemli konuları vardır ki, çalışacağıq bu konulara. Sayın Mehdi Bəy Nərimanı ilə, bu da bizə İsveçrədən qatırır. Beraber bu konuları aparaq. Mehdi Bəy, hoş gördük sizi. Çok hoş geldiniz. Selam, her vaxtınız xeyir olsun. Qurtuluş TV izləyicilərinə də salamlayıram. Çok sağ olun Mehdi Bəy. Sağ olun ki bu programda öz programımız elbette. Yine birlikte beraber bu bize umut verir ve gurur verir. Mehdi Bəy, bugünün konusuna başlamadan önce Ulu Atatürk'ün bir kısa cümlesiyle ki gerçekten kızılından yazmalı bir cümledir. Atatürk buyururlar, bir millete azatlık vermeden önce o milleti azatlığa hazırlaştırmalısın. Hazır olmadan azatlığı verirsen onu itirecek. Bir tane de bir kısa bir Mehmet Akif Ersoy'dan bir cümle okuyayım. Gerçekten bu cümleler bizim indiki milletimizin durumudur. Sahipsiz vətənin batması haktır. Sen sahip çıkarsan bu vətən batmayacaktır. Bu önemli iki böyüğümüzün sözüyle konularımıza girək. Tabii ki konu çoktur. Yani gözün yumup açırsan dünyada birçok olaylar baş verir. Birçok olaylar baş verir. Bu olaylar tabii ki bizim Güney Azərbaycan Türklerini ve Güney Azərbaycanımızı etkiləyir. Biz istəyək istəməyək etkiləyir. Tabii ki bizim canımız Türkiye ve Azərbaycan olarak bunları etkiləyir. Ama onlarla bizim fərqimiz budur ki biz hələlik müstəmir altındayıq. Faşist İran rejiminin müstəmirəsi altındayıq. Biz bu olaylardan istəsək də istəməsək də bir iş görə bilmirik. Etkimiz olmur. Ama bu əsasda bizim çalışığımız budur. Qurtuluş TV olarak ve Qurtuluş ekibi olarak çalışırıq ki bugünkü konu ve birçok konulara millətimizə aydınlıq verək. Tabii ki bizim həftədə 3 tane en azından programımız olur. Biri Politalk programımız olur. Sayın Ali Bəy Eşqinin programıdır. Biri Qurtuluşun Sözüdür. Sayın Eldar Bəy Qaradağlı'nın programıdır. Biri de ki Urmu Səsidir. Bunu da Mehdi Bəylə beraber, Dilber Xanımla beraber ve birçok bollu qonaqlarımız olur ki bunlarla beraber aparır. Mehdi Bəy, bugünün konusuna girək. Mehdi Bəy, geçen hafta təşkilatlanma ve bunların önemlerinden ki ne için təşkilatlanmalıyıq diye bunlardan danıştık. Bugünün de konusunu tabii ki yarıda kaldı. 1 saat 2 saatlə bu konu bitmeyecektir. Təşkilatlanma ve milli dövlete doğru getməliyik. Təşkilatlandıq ve bunun ardıca milli dövlete doğru getməliyik. Tabii ki milli devlet ne federaldır ne konfederaldır. Tam bağımsızlığın özüdür. Yani bundan sonra bizim milletimizin bir ayrı yolu yoktur. İkinci konuya eğer zaman kalırsa en önemli konularımızdan birisi bizim kadınlarımızın neden milli harekette iştirakları azdır? Yani yok haddindedir. Tabii ki bizim OPSI programlarımızda da bu konu danışılıbdır. Ama yeteri kadar danışılmayıbdır. Çalışacaq bugün bu konuları Mehdi Bəy sizinle ele alaq. Buyurun Mehdi Bəy, siz giriş yapın. Sizden eşidək. Geçen hafta təşkilatlar mövzusunda söhbət elədik. Və dedik ki, təşkilatlar bizim millətə nə qədər önəmi var. Təşkilatlar olduqdan sonra nələr yapmalıyıq? Və indiki durumda biz nə yapmalıyıq? Geçmişi təcrübə alaraq, gələcəyə baxaraq
indiki durumu yaşanaraq. İndiki durumda nə abartıcı, nə kiçik tutma. Təşkilatlarımız maalesef çox zəifdir. Yəni eləyə bilərik ki, gedək Amerikada, Avropada, Asiyada ölkələrlə söhbət eləyək. O durumda deyil. Yoxdur təşkilatlarımızın, hazırlığı yoxdur. Güc dediyimiz bir təşkilatın gücü nə cür bəlli olur? Həm eşikdə lobi gəlirsə, iqtisadi məsələsi, içəridə də millətin içində gücü. Yəni bir iş yapması, bir sürəci tutub devam etdirməsi. Bunlar çox önəmlidir. Bəzən bəzi millətlərdən təcrübə almalıyıq. Bəzi xətaları yapmamaq üçün, yenidən bir işə başlamamaq üçün başqa millətlərə baxıb, onun təcrübəsindən istifadə edib, bir adım öndə olub hərəkətə başlamalıyıq. İndi ya FAS təşkilatlarına baxaraq, ya Kürd təşkilatlarına baxaraq, ya indi bəluçların Amerikada güclü işlər yaptığını görürük. Bunlardan təcrübə alıb və biz də o yolları devam etdirmək. Yəni sıfırdan başlamamaq. Onların yaptıklarını da görüb, yarıdan başlayıb. Ama o kadar sıkışık durumdayıq ki indi. Orta Doğu'da her an her şey olabilir. 2 gün, 3 gündür ki Amerika ile İran'ın müzakirəsi o kadar gərgin gedirkən, ölkələrin belə vəziyyəti bəlli deyil. Bir gün Umman'da deyilir, bir gün İtalya'da deyilir, bir gün İran'la anlaşmanın ta sonucuna yetişirlər ama ortada kırılır. Şimdi mesela oraya yetişip ki tamamen kırılır. Yani sabah İran'da bir ittifak yüz vererse biz neler yapmalıyız? Yeniden sıfırdan başlamalıyız mı? Yani yine de 100 yıl dalıya düşeceğiz. Çünkü hazırlığımız yoktur. Bu da təşkilatlarımızın müşkülüdür. Sözümüz gələcəyinə təşkilata. Çünkü o kadar güc göstərisi yapmayıblar ki, gedələr otururlar, ölkələrlə söhbət edirlər və ya millətə hazırlıq verirlər. Sağ ol Mehdi bəy, çox gözəl açıqladın. Yəni buyurduğunuz bu konuların hərəsi özünə görə bir uzun bir bəhsidir. Nədən indiyə qədər biz güclənə bilməmişik? Əngəllər hardadır? Və qüvvət nöqtələrimiz də təbii ki vardır. Bunları bir yerə toplayıb və bunların üzərindən bir iş yapmamız gərəkir. Geçen gün yine bir önemli bir olay baş verdi. Ki, tabii ki bizim Güney Azərbaycan'da gələcəkdə və indi də etkiləyir. Bu bizim Türkiyəmiz bilirik da bu Türk dünyasının qurulmasına göre önemli addımlar atır. Tabii Türkiye'ye burada kim zərbə vurdu, kim sattı Türkiye'ni burada? Necə oldu konu? Konunu mən ən qısanlı atıram. Tabii ki bizim konumuza da bunun konumuzla uzaq dairə. Konumuzun iç içədir bu məsələ. Türkiyəmizi bizim 3-4 tane Türk ölkəsi yanılmasam Mehdi bəy rəqəmi bunun nə qədərdir? Neçə milyar dolara sattılar? 12 milyar dolar, doğru 12 mu? milyar. 12 milyar dolara Türkiyəni gəlib bunları sattılar ki Türk dünyasına doğru getməsin diye. Tabii bunun biz Eldar Bey gələcək programda tabii ki bunları danışacaqlar. Buna göre bir ayrı programımız bizim de olacaktır. Bu özü bir tane başka bir programdır. Bunu demek isterim. Bizim Güney Azərbaycan indi bundan nə cür etkilənir indi? Bu bize bu anonsu verir ki biz
doğrudur. Türk dünyasının içinde önemli bir stratejik bir yerimiz vardır Güney Azərbaycan olarak. Ama biz buna bakarak ki sabahları tutalım ki Türk dünyası biraz gec yarandı. Biz umudumuz var ki Türk dünyası yaransın ve sabah da İran rejimi dağıldısa bize bir yardım gelir onlardan. Hem iktisadi yardım hem nizami yardım. Bu taraftan Türkiye'miz var, o taraftan Azerbaycan'ımız vardır. Ama bunlara bakarak Mehdi Bey, önce öz elimizde bizim nəyimiz vardır, öz gücümüze söykənməliyik. Tabii ki ben güclü olursam, iri olursam beni görürler. İndi güclü olmamışıq buraya kadar demek bizi görməyiblər. İri olmamışıq. Yani göze gəlim dəyirik. Buna göre bu böyük bir zəfidir bizdə və dövrlərə baxaraq, yani dünyanın bu gedişatına özellikle Orta Doğuda bunlara bakarak addım atmamız lazımdır. Doğrudur. Çok gecikmişik, çok gecikmişik. En azından sizin buyurduğunuz kimin Ərəblərin tayı, Bəluçların tayı, Kürdlərin, Farsların tayı bir dənə bir en azından milletimizi temsil edən, yani deyəndə indi Əl-Əhvazın özünə görə bir hizbi vardır. Deyəndə Şahçıların adlım bir rəftarı vardır. Təşkilatları olmasa da en azından birbirinin yanındadırlar. Kürdlərin varlardır. Bizim iddiamız var 35 milyon Türk'ük. Neden bizim yokumuzdur? Tabii geçenlerde bir tane kurtuluş olarak bir tane bir çağrış bildirisi verdik, bəyaniyəsi verdik eşiyə. Bunda biz istedik ki təşkilatlar gəlsinlər, birləşsinlər. Ama burada bu mesele vardır. Kimlə biz birləşəcəyik? Tabii bunu geçen hafta danıştık. Yine de bunun danışmasında fayda vardır. Milleti ve Azərbaycanı tam öz mənasında düşünən. Milletin xeyrini xeyir, zərərini zərər görəcəkdir. Nə xeyrini zərər və zərərini xeyir. Tabii indi də vardılar bu təşkilatlar. Dünənləri siz bir dənə fotoğraf göndərdiniz mənə ki, təşkilatlar oturublar, Kürdlə bir yerdə anlaşıblar. Oturub da Şahçı ilə bir yerdə anlaşıbdır. Bunun mən nə mənasıyla danışacağım? Bununla hara varacaq biz? Buna göre en tez kısa zamanda biz özümüz en azından indi helallik kurtuluşun bir güçlü bir ekibi vardır. Bunlarla beraber çalışacağız ki biz özümüz indi bir tane bizzat yaradak ve o təşkilatlar ve o insanlar ki eşikdə qalıblar, təşkilata qatılmayıblar, bunları en azından gətirək, bunlarla bir iş görək. Ve o milletler ki Bəluçlar ve Ərəblər. Tabii bunu da anlattım bir kısa dırnağı arası. Bizim bu günləri bir tane bir yine bildirim bəyaniyəmiz gedib eşiyə. Ərəblərin Brukseldə ayın 18'inde 18'i bugün ayın neçəsidir? Bugün 12'si olursa 5 gün sonra. 5 gün sonra Brukseldə bunların bir tane mitingləri vardır. Bunlardan himayət olarak bizim bir tane yani dəstək olarak bir tane bir yazımız gedib eşiyə. Ərəbcədir, Türkçədir, Farsçadır. Yani elə bir yazmış ki bunlar anlasınlar, yani görürlər bizim ne olduğumuzu. Ama məktub olarak bunu bizim eşiyə vermemiz lazımdır. Tabii ki bizim tək-tək bu insanlara göndermemiz lazımdır. Bilərlər biz hardayıq, yerimiz haradır. Buyurun Mehdi Bey. Türk təşkilatları mövzusuna toxundunuz. Burada bazı meseleleri, çünkü bizim millet etkilenir. Yani Türk dünyasında her ne olay baş verdiğinde direkt bizi de etkileyir. Yani Türkiye, Azerbaycan'ın olduğu bir meselede biz de var. Yani bilmək bu mesele. Kuzey Kıbrıs ve Güney Kıbrıs meselesi bazı sözlerden istemiyorum istifade edeyim ama bizimkilerin yanlışlarıydı. Tarihte yanlış yapmamalısın. Yani tarih sana izin vermir yanlış yapasın. Çünkü bunu durdan eləyəməsin. Maalesef o yapıldı. 12 milyar dolar ya 12 milyar euro Türkiye kimin ölçüye
Gerçekten bir problem. Türkiye eləyə bilərdi çox böyük məbləğlərlə. Burada da biraz acınacaqlı durumumuz var axı. Türkiyə ölkələri nə günə qalıb ki 12 milyard euroya görə Kuzey Kıbrıs'ın məsələsini verir Yunanistana. Bəli. O halda ki yeraltı qaynaqlarının ən zəngin yerləridir bunlar. Qəzaqistan, Özbəkistan, Türkmənistan. Doğal qaz, petrol yerləridir bunlar. Mehdi bəy, burada fəqət Azərbaycan satmalıdır ha Türkiyəni. Bu məsələni fəqət Azərbaycan üstündə bərk durubdur yəni dediyi kimi. Baxın, bu məsələyə gərək başqa türlü də baxaq. Mövzu bu da onun üçün çox girmirik məsələnin için. Doğrudur. Amma Türkiyənin İsraillə çatışmaya girməsə, Türk dünyasının yox olması deməyim də, amma sıfır dərəcəyə yetişməsidir. Çünki Amerika qarşısını alır. Burada Azərbaycan, Türkiyədə bir jurnalist var, çox gözəl söhbət edir. Deyir ki, Türk dünyasında hər kəs oturub baş kəndindən baxır. Amma maalesef Türkiyədə Ankara'dan baxılmır. Dini cəhətdən baxılır məsələsi. Onun üçün bu bəlalar gəlir Türkiyənin başına. Və indi Azərbaycan istəyir o toparlaya. İsrail ilə Türkiyənin arasında bir arabuluculıq yapır. Biz bunlardan dərs almalıyıq. Keçən həftələrdə də bu danışdıq. Biz heç kəsə bel bağlamamalıyıq. Baxın, lobigərlik ola bilər. Mənfəət çatışmaları ola bilər. Biz bunların hamısını salıb çıxıb yol yürüməliyik. Yəni bir ölkənin, məsələn deyim, Türkiyə bugün narazı isə Güney Azərbaycanın istiqlalı ilə biz geri oturmamalıyıq. Çünki biz milli mənfəətlərimiz üzərindən təsmin tuturuq. Yəni biz millətimizi kənara qoyub Türkiyənin mənfəətini nəzərdə almamalıyıq. Doğrudur, bəzi məsaili gətirib ta az-tərin sədəmə bir-birimizdən görmə ayarlamalıyıq. Onun üçün o qədər gərək dəqiq və ciddi çalışaq ki, dünyada dəngələri iyi anlayaq və onlarla anlaşaq, ta bizə bu pastadan bir dilim ala bilək açıqcası. Çünki hamı dənə pasta qopur ortaya, hər kəs bir tərəfdən kəsir. İndi biz o kəsilən yerində qatılacaq başqasının boşqabına mı, yoxsa özümüzə bir dilim alacaq, məmləkət quracaq. Onun üçün bu qədər önəmlidir bizə. Doğrudur Mehdi bəy, amma burada bir məsələ vardır. Biz Türkiyəni nə suçlaya bildik, nə Azərbaycanı suçlaya bildik. Doğrudur, biz bir millətik Azərbaycanla. Türkiyə ilə soyumuz aynıdır. Amma ağıllı şey, Türkiyə görür ki, öncə özünü savunur. İran adlanan yerdə bizim həlalik bağımsızlığımızdan Türkiyə açıq olaraq himayət eləmir. Doğrudur, yeri gələndə məsələn istəyir ki, İranı məsələn hücrəsi zad eləyə, əziyyət eləyə ya İrana bir tik ata. Geçenlerde Dışişleri Bakanı Hakan Fidan dedi ki bizim Şuşamıza taş atarsınız, biz de size atarız. Tabii ki bir yeri gelende İlham Əliyev bize de bizi 50 milyon Türk deyir, 50 milyon Güney Azərbaycan Türkü deyir. Və indi neden bunu demirlər və hər zaman bunu deməlidirlər. Bəs bunu göstərir ki, hər ölkə, hətta sənin qardaşında olsa, öncə özünü düşünür. Biz də bundan dərs alaraq özümüzü düşünməliyik. Güclü olmalıyıq ki, elə bilək sabahlar Türkiyənin tayı ki, Qıbrısı əvvəldən deyib Qıbrıs özünə bağımsızdır və Türkiyənin qardaşıdır, canıdır. Biz də nə zaman elə bildik bu işi görək, o zaman ki gücləndik. Və burada bir məsələ də vardır Mehdi bəy.
Tabii ki ikinci konuya da geçeceğiz bu kadınların konusuna. Burada önce bağımsızlığın önemleri nedir? Tabii ki bunları birçok bizim milli fəalımız, təşkilatımız danışıbdır. Bunları önce o təzə yeni nəslimiz ki vardır, bağımsız dövlətlərin nə özəllikləri vardır? Nədən bağımsız olmamız gərəkir? Bunları biz millətimizə anlatmalıyıq. Təbii kitablar biz tanıtmalıyıq insanlarımıza. Proqramlar qoymalıyıq, filmlər yapmalıyıq. Təbii ki, indi olan mövcud kitablardan və filmlərdən və bu məqalələr, yazılar ki çıxıbdır. Ən azından bunları insanlarımızın indi vaxtı yoxdur oxuya, kitab oxuya. Amma sosial media üzərindən bunlara biz səsli olaraq, canlı olaraq bunlara deməliyik biz. Təbii, deyirik nə üçün bağımsızlıq önəmlidir və biz niyə bağımsız olmalıyıq? Qısa istəsək anlataq, bunu demək istəyirik ki, öncə bunu bilməliyik. Bizim torpağımız İran deyilən bir yerin əlində müstəmlədir. Və müstəmlədən dərhal qurtulması lazımdır. Çoxları deyirlər, biz federal bir sistemin altına girməliyik. İndi söhbət buradadır. İran dağılıb indi sən kimdən federal istəyirsən indi? Bu başda adam yoxdur ki, sən kimdən federal istəyirsən? Federalı indi sənə verməlidir ki, indi vermir. Adam da yerinə qoymur bizim millətimizi. Hələ yeri gələndə, keçənlərdə gəlib 800 dənə bunların faşistləri gəlib bir namə imzalayıblar ki, Urmiyanın olaylarında deyirlər, Qosəli qovumunu bunlar istəyirlər, zad eləyərlər, fəal eləyərlər. Nə cür yəni Qosəli qovumu? Qosəli qovumu yəni İranı titrədən bir yerdir. Demək, bəs İranın nöqtə zəifi burasıdır. Millətlərin üzərindən həmişə oynayıbdır. Məni salıb Kürdün canına, Kürdü salıb mənim canıma. Burada mən Kürdlə məşğul olacağım sabahları, bağımsızlığımı uduzum, yaddan aparım və təzədən gətirələ istədiyi adamı, gücləri qoyarlar İran adlanan yerin başına, bizim günə hökmümüz qala körpüyün otağında. 100 il səhərlidir, bir də yerdən qalxanmarıq. Tarixi fürsət əlimizdədir. Bu tarixi fürsətdən istifadə eləməsək bu seyri, gerçəkdən getdik də. Yəni olmayacaqdır. Qacarlardan sonra 100 ildir gəlib buraya yetiribdir. Bizim millətimiz gerçəkdən hazırdır indi bu bağımsızlığa. Təbii, təşkilat olaraq eşikdə biz görə bilməmişik. Amma ona doğru addım atırıq, can atırıq. Ən azından 5 il qabaq bu fikir yox idi ki, təşkilatlar yığışa bir yerə və bir dənə lobi olaraq bir güclü dövlətlərlə söhbət eləyə apara. Mehdi bəy. Bunu qıssanladım Mehdi bəy. Biz indi bu lobi məsələsində istəsək təşkilatlarla bir olaq. Məsələn, bir 5 təşkilat tutalım bir yerə gəlir. İstiqlalçı, ən azından federalçı da olursa, gəlsin sözünü desin. Torpağının mənfəətinin düşünsün, millətinin gələcəyini düşünsün. Demirsən federalçıyam, sənin federalın əgər çatacaqdırsa istiqlala, bizim yanımızda dura bilərsən. Amma bunu bilməlisən ki, sən istiqlalçının içindəsən. İstiqlal federalın içində deyil. Buna görə Mehdi bəy, biz əgər bu addımı atarsaq, nə cür biz lobi quracağıq? Hansı tərəfə doğru getməliyik biz? Lobigəri məsələsində ilk başda ən yoğun olduğumuz yerlərdən başlamalıydıq. Ya başlamalıyıq. Baxın, 2 dənə ölkəmiz var kənarımızda. Dilimiz bir, soyumuz bir. Amma biz hala Türkiyə deyirik. Biz hala oranın kamuoyuna anlatamamışıq ki, İranda 30 milyon Türk var. Hala millətin %70'i orada bilmir. Mən də yaşamışam Türkiyədə. Bugün sən Türkiyədə çıxsan xiyabanda desən ki, İranda Türk var mı? Çoxu deyəcək ki, sən İran peşiyəndir, Türk yoxdur orada.
Yani Türkiye'de çalışmamışıq. Həvaya getməyib. Çalışmamız olmuyor. Yani biz öz dilimizdəki öz dilimizdə belə anlatamamışıq. Quzeydəki məsələ də ayrı. Baxın, ayaqlarına çox gözəl bir nöqtəyə işarələdiniz. Hakan Fidanın İranın çərçivəsinin Şuşa olduğunu anlatıb və qırılacaq durumda. Yəni biz eləyə bilərik sizin o durumunuzu Şuşanı sındıraq. Əvvələn bu yanlış bir sözdür. Biz kullanma dəyər bir millət deyilik. Ay sağ ol. Söhbət buradadır bəli. Millət quraq. Biz imparatorluqlar sahibiyiz. Biz dünyaya yer altından çıxıb başqalarının istifadəsinə olan bir Görə millət toplum. deyil. İndi gələk bu lobigərin əsli məsələsinə. Bir dənə toplumun, bir dənə hərəkətin, bir dənə təşkilatın lobigəriyi başlamaqdan ötür. İlk başda devlətlərin aləti olmaması üçün özünə görə ekonomi durumu olması lazım. Baxın, ərəblər Avropada bir çox ekonomi yerləri açıblar. Ələhvaz. Və bundan yararlandılar. Sonra büdcə almamaq durumuna görə. Çünki onlar iləriyi görürdü. Ola bilər ki, büdcə olmayan, tapanmayanlar özlərinə ekonomi durumu yaratdılar və idarə elədilər. Bəlutlar da aynı şəkildə. İndi məsələn içəridə silahlı mübarizə yürütürlər. Bunların hamısı böyük işlər gərəkir. Kürdlərin macərası Avropada və Amerikada siz məndən yaxşı bilirsiniz. Avropadakı bankaların çoxu bunlar işləyir. Ekonomi durumları çox iyidir. Çünki idarə etməyi bilirlər. Bizimkilər maalesef, məsələn deyirəm, 5 gəlib 4-ün onun ekonomi durumu yer aldı. Yarına görə bir iş yer aldı, bundan pul axar kimi axsın bir televizyon və ya hərəkəti yürütmək üçün bir iqtisadi bir yol yaratsın. Bu gərək yolu idi. Apartman almaq, dükan almaqla məşğul idilər. Biz onun sədəməsini indi görürük. 1384-ün axirlərində Günoz TV təşkil tapdı. Günoz TV o zaman təşkil tapdığında əgər iləriyi düşünüb biraz keyfiyyəti ləhazdan və öz ekonomi durumunu devlətlərə bağlamadan çalışsaydı, indi İran International'ın 4 danası bizdə var idi. Tam odur. Qadın məsələsi də bizim təşkilatlara, çünki hamısı bir-birinə zənciri var və bağlıdırlar. Həm cisaniyə bağlanır, həm təşkilata bağlanır. Doğrudur Mehdi bəy. Tam oturdur. Amma arzu edirəm ki, tezlik ilə indiki mövcud bu eşit olan təşkilatlarımız ağla başına gələ, yığılalar gələrlər bir yerə ən azından bir dənə bir xırda bir izzət ən azından başlayaq, addımımızı ataq. Çünki gerçəkdən zamanımız yoxdur. Yəni zaman keçib biz vaxt izafənin içindəyik. Vaxt izafənin içində də nə eləyə biləcəyik, bir dənə qol ata biləcəyik. Bu çox yəni təhlükəli bir işdir. Amma da çarəmiz yoxdur. Ən azından indi tez başlamalıyıq bu məsələni. Qadın məsələsinə gəldiyində Mehdi bəy, bu təşkilatların yaranmasında bir təşkilatın güclü bir qüvvə kimi
qabağa getməsində təbii ki, qadınların önəmi ağalardan çox da qalarcı deyil. Biz bilirik, bizim toplumumuz Fars toplumunun, Kürt toplumunun tayı deyil. Ya Əfqanistan toplumunun tayı deyil ki, gəlirlər qadınlara bir cürə əbzarı bir silah kimi baxalar biləsiniz. Tabii, bu fərhəng də ki, bizim indi millətimizdə vardı, qadınları əziyyət edir. Bu günə salıb indi qadınlarımızı bizim bu İranı fərhəngi gəlib bizə düşübdür. Bunun etkisindən gəlib indi bizim xanımlarımız sadəcə traktorun oyunundan gəlir, özlərini göstərə bilirlər. Amma diqqət eləsəz, bu 1 ilin, 2 ilin içində qadınlar özlərindən video çəkirlər, önəmli, gözəl sözlər deyirlər, rəqs eləyirlər, oxuyurlar. Tabii, o birisi millətlərdə də vardır. Amma bizim millətimiz, qadınlarımız yavaş-yavaş özlərinə gəlirlər. Tabii, milli hərəkətimizdə bizim qadın barmaq sayısıdır. Bizim məsələn öz təşkilatımızın içində 3 dənə qadınımız vardır. Gerçəkdən hərəsi özünə görə bir dənə bir liderdirlər. Amma bu çox azdır. Sadəcə bizim təşkilatda 3 dənə vardır. O birisi təşkilatda acaba xanım varmı? Əgər vardırsa, bunları gəlsinlər, qadınlarla tanışlandırsınlar. Ən azından bir dənə bir qadın hərəkatı yaranmasa, bunlara hərəkatın içində önəmli görevlər verməmiz lazımdır. Traktorun oyununda qadınlar özləri video düzəldib dünyaya səslərini yetirirlər. Tabii, biz bunun potansiyelindən istifadə eləməmiz lazımdır. Və milli hərəkatı və gələcəyi aydın əgər göstərə bilirsək biz insanlarımıza, təbii ki, bizim qadınımız indi ruznamə oxuyur. Qadınımız indi kitab oxuyur. Da qədimki deyil. Bir dənə bir İtalyalı bir yazar vardı. Adı yadımdan çıxdı, xanımdır. Şeyliyim, yanılmasam. Bu deyir, bir toplumun qadınları gazetələrin siyasi bölümlərini oxuyursa, demək bu toplum ileriye doğru gedir. Tabii bizim də qadınlarımızdan çox savadlı və siyasətə barmaq qoyan bir qadınlarımız vardır. Amma bunları milli hərəkatın içində çəkməmiz lazımdır. Bunları toplumun içində insanlarımıza daha çox öndər verməmiz lazımdır. Bax, buna diqqət edək Mehdi bəy. Bir dənə YouTube'da məsələn, ya Instagram'da, ya TikTok'da bir dənə bir qıssa, bir 2 dəqiqə, 3 dəqiqə, 1 dəqiqəlik də yox, sən 10 saniyəlik. Bir dənə bir sözü bir qadın deyir, birində bir erkek deyir. Tabii ki, qadının həm laki çox olur, həm baxanı çox olur, həm də etkisi çox olur. Bu özü bir dənə böyük bir potansiyel, biz niyə bundan istifadə eləmirik? Ən azından bizim bu bəyaniyələrimiz ki var, bu son bəyaniyəmiz ki var, ərəblərə görə çıxıb eşiyə. Ən azından bunu bir dənə qadın səsləndirib eşiyə verməlidir. Bu niyə olmur Mehdi bəy? Nədən biz bunu eləyə bilmirik? Nədən qadınları biz çəkib gətirə bilmirik hərəkətə? Mənim bildiyim bu qədər idi. Yəni, siz də buyurun, sizdən eşidək. Bizim qadın məsələsində nədən qadınlar aktiv deyirlər və ya məsələn bir siyasi duruma öz siyasi bilgisini göstərmir. Bizim hərəkətə baxdığımızda son bu 30 ilin içərisində üniversitelər xaric qadın hərəkəti yoxumuzdur. İndi gəlsək məsələnin təkinə ki, nədən bizim qadınlar bu məsələyə qatılmır? Qatılmırmı, yoxsa bizim təşkilatlar və ya bizim toplum izin vermir? Və ya elə yol düzür ki, bu olmur. Bizim toplumda maalesef biraz kültürel ləhazdan
bu məsələni nəzərdə almalıyıq. Baxın, İranın mərkəzi amarında Azərbaycan şərqi, hələ dediyimiz Azərbaycan şərqi, Azərbaycan əyalətlərinin içində ən savadlı olan əyalət. 15 yaşında evlənən qızların İranda 3-cü rütbədə. Çox acınacaqlı durumdur. Bunu gəlib yansıdanda baxırıq, görürük ki, təzahüratlarda qadınlarımız çox az şirkət edirlər. Qeyri bizim kültürümüzə. Baxın, İranda İran İslam Cumhuriyyətinə ehtiyac yoxdur. İran İslam Cumhuriyyətini qoysaq kənara, deyək ki, qadınlara azadlıq verildi. Bizim toplumda o qadına azadlıq vermənin çərçivəsi var. Yəni özümüzü aldatmalıyıq, nə tərsə baxmalıyıq. Bizim qadınlar Fars toplumun qadınları ilə qabil müqayisə deyil. Baxın, Tehranda böyüyən bir qadınla Təbrizdə böyüyən bir qadının topluma qatqısı çox fərqlidir. Qeydlərə harda bulunur? Baxın təzahüratı. 1401 bu Məhsə Əmini olaylarında Tehranda etirazları rəhbərlik edənlər qadınlar idi. Ya bu hicab icbarı dediyimiz məsələdə Təbrizdə bu məsələni görmədik. Çünki əvvələn qadınlar ailədən çəkinir. Ailə bu izinləri vermir. Çərçivəni daraldıb. Azadçılığı vermir. Bir qadın ki, məsələn, yurt dışına çıxır güneydən. Birinci məsələsi budur ki, evdən nə deyirlər, mən buna çalışdım. Baxın, hələ bağlıdır ora. Amma farslarda bu məsələ yoxdur. Farslarda eşikdə baxsaz lobigəri məsələsi və bir çox hərəkəti yürütənlər qadınlardır. Da kültürel məsələyə gedir, eğitimə gedir. Bu məsələlərin hamısını üst-üstə tutanda risanə də burada mühümdür. Çünki fərhəng sazı edir. Bizim üdüsurlu bir mediamız olsaydı ki, Azərbaycanın toplumu ona baxın. Biz eləyə bilərdik kültürel ləhazdan çoxlu məsələlərə çalışaq. Amma mediamızın olmamağı, yəni media gəlir, bağlanır yenə təşkilatlara. Lobigəri məsələmiz yoxdur, sıfırdır. Onun üçün media quramırıq, çox böyük xəzinələr istəyir. Bizim toplumda ölüpərəstlik, maalesef. Amma yadınızda olsa, mədəni pəsənd bir qızımız Təbrizdə rejimin tərəfindən öldürüldü. Xanvadəsi bunun yayınlanmadı. Sonra hətta bunu təklif elədi. Bir neçə aydan sonra bu məsələ çıxdı eşiyə və Sazman Millər tərəfindən bəlli oldu ki, Təbrizdə Şəhnazda öldürüblər. Batı Münəvvərlər öldürdülər. Toplum dediyimiz məsələ bura gedir. Amma həmanki məsələ kütlərə baxdığımızda, ya paslara baxdığımızda həman təzyiqin altındadırlar. Ayrı tutmamalıyıq. Hədis Nəcəfinin Kərəcdə öldürdükdə xanvadəsi geri adam atmadı. Televizyonda bile danışmadı, təklif eləmədi. Tüm dünya risanələri ilə danışdılar, dedilər ki, bizim uşağımızı rejim öldürdü. Hətta bacısı girdi zindana. İndi Amerikadadır. Onun məsələsinə də toxunacağım ki,
təşkilat zəiflərimiz hardadır bizim? Aylar həqqi ilə Aylar Mədəni Həsən Təbrizdə öldürdükdən sonra Təbrizdə onun təşkil cənazəsi belə uğurlu olmadı. Gərək 100 min nəfər, milyon nəfər adam bir şey dura. Necə ki, Kərəcdə Hədis Nəcəfiyə görə Kərəcdə milyonluq bir etirazlar qalxındı. Kürdlər hər bir evlatlarını ki, bu yolda şəhid verirdilər. 100 min nəfər tökülürdü onun mərasiminə. Biz bunun mərasimlərini də keçirdəmədik. Gör, nə qədər zəifik. Təşkilat dediyimiz burada ortaya çıxır. Təşkilatlar bunları ayarlamalıdır. Bərnamə-rizə eləməlidir. İndi məsələn sabahlarıma bir nəfər çıxıb bu yolda qədəm qoyanda mənim qanım aradan mı gedir, yoxsa məni müdafiə eləyəcəklər? Hədis Nəcəfinin müardinə gəldiyimizdə Hədis Nəcəfinin bacısı çıxdı Amerikaya. Baxın, Hədis Nəcəfi öldüyündə Pəhləvicilər, Vəfaslar hamısı təklif elədi. Çünki türkü oxumaq yaymışdı Instagramında. Türkiye'də Hədis Nəcəfi. Ya bu məsələ Azərbaycana etki buraxdığı üçün təklif elədilər və hətta vurdular bu məsələni. Amma indi Hədis Nəcəfinin bacısı Şirin Pəhləvicilərlə son dərəcə işləyir. Nədən? Biz sağ tutanmamışıq biləsinə. Çox doğrudur. Bizim təşkilatlarımızın olmadığı nədənilə. Baxın, Maalesef. Əbzar müardində baxırıq biz məsələyə. Biz bunu dünyayı səs müardində baxırıq. Əgər biz təşkilatlarımız güclü olsaydı, lobilərimiz güclü olsaydı, Şirin Nəcəfi indi gərək bizim medialarda danışırdı. Nəinki Pəhləvicilər ki, Hədis Nəcəfinin ölmağını qəbul eləmədilər və rejimin onu dedilər, indi gedib oradan çalışır. Bu bizim zəifimiz. Onların zirəkliyi deyil. Doğru deyirsiniz Mehdi bəy. Bunun ən önəmli tərəfi ki, biz elə bildiğimiz qadınlarımızı təzədən gətirək mətn-i camiyə, haşiyədən təşkilatın güclərinin bir qismətlərindən birisidir ki, qadınları da biz elə bildik etkiləyək. Əgər bizim özümüz ki, eşdə yaşayırıq, nümunəsi bu İsviçrənin qadın kültürünü gərək biz insanlarımıza tam odur ki, var anlataq. Tabii burada mən özüm şahidəm, siz də şahidsiniz burada. İnsanlar əllərində fəqət kitab, ruznamə, bilgisayarla fəqət yazı yazırlar. Qadınlar ən azından. Mən bəzən qadınları görürəm, uşaqlarına öykü kitabı oxuyurlar. Xiyabanda oturub görsən, uşağına öykü kitabı oxuyur. Tabii bu qız uşağı ya oğlan uşağı ki, ana bunu tərbiyyət eləyir. Bunu kim tərbiyyət eləyibdir? Bunu da anası yetişdirib ki, indi önəmli bir dənə bir əbzara dönübdür burada, İsviçrənin özündə. Yəni burada qadını kullana bilməzdir. Niyə? Çünki qadının nə haqqı olduğunu toplum biləsinə veribdir. Söz gəlində deyirlər, Avropada qadın yoldan çıxır. Amma yox, Avropada yoldan çıxmır qadın. İran kimi yerlərdə qadın yoldan çıxır. Çünki niyə? Abır adında bizzət veriblər biləmizə. Deyiblər ki, sənin abırın gedər, çıxsan televizyona, başına açıq qalsa. Qələt bizzətlər, xurafat bizzətlər gəlib bizim beynimizə soxublar. Bizim insanlarımız, yəni əlkəmiz bizim, kişimiz bizim o cürdür. Hələ hara qalsın bizim qadınlarımızdan. Bunları Mehdi bəy, arzu edirəm ki, bizim bu təşkilatlar güclü media sahibi olsunlar. Yəni bizim özümüzün görevimiz budur.
Bunu biz əlimizdə olan indi bir dənə xırda bir əbzar vardır. Qurtuluş TV-dir. Amma bunu rəsmi bir dənə bir televiziyaya dövrə bilirsək biz əgər, burada təbii ki, bizim aparıcılarımızdan, təhlil verənlərimizdən, qadınlarımızdan da vardılar ki, gerçəkdən savadlıdırlar. Amma maalesef öz adları ilə nə yazı verirlər eşiyə indi, nə də ki, televizyona çıxırlar, ekrana çıxırlar. Bunları təşkilat edə bilər, iş üstünə gətirir, ən azından indi. Potansiyellər ki vardılar, indi eşikdə bizim çox qadınımız vardır. Elə sizin ailədən çox vardı eşikdə. Tanıdığım elə bu Eldar bəyin öz ailəsindən bir çox dostlarımızın xanımı, bacısı, tanıdığı yoldaşlarından eşikdə vardır. Bunların bir çoxunu əgər gerçəkdən görsələr ki, verimli bir proqramdır, gələcəyə gerçəkdən bunun xeyri vardır, gələrlər. Çünki bizdə bizzat da vardı. Mehdi bəy, siz Fars toplumundan anlattınız. Bunlarla bizim fərqimiz budur ki, bizlərdə qadına sədaqət vardır. Doğrudur, Fars toplumunda da vardır. Amma bizimki hələ o sünnəti rəftar bizim insanımızda qalıbdır ki, qadına xiyanət eləmir, qadınla bir yerdə olanda. Amma Fars toplumunda hələ xiyanət vardır. Kürdlərdə də xiyanət vardır. Kürdlər doğrudur, qadınlar çıxırlar eşiyə, xiyabanlarda təzahürata çıxırlar, danışırlar medialarda. Amma evin içində bizim bir Azərbaycanlı xanvadənin qadınla, qızı ilə davranışına baxın, siz Kürdlərə baxın, Farslara baxın. Bunlar 2 nəfəri gəlsələr bir yerə, təbii ki, bir dənə bir oyun çıxar aralarında. Amma bizlərdə gerçəkdən bu cür bizdə də çox abırlı, namuslu baxırıq biz. Bu bizim özəlliyimizdir ki, hələ o isalət bizim toplumumuzda vardır. İsalətə dayanaraq biz qadınlarımızı hərəkətə gətirməliyik və qadınlarımız bizim insanlarımıza, toplumumuza eğitim verməlidirlər. Qadın uşağı yetişdirir, uşaq olur, prezident, böyük bir dənə bir dahi olur. Öncə qadının acı yetişdirmemiz lazımdır. Təbii ki, buna görə də bizim gözəl potansiyellərimiz vardır və bu işdə yavaş-yavaş olmalıdır. Buna doğru getməliyik Mehdi bəy. Ən azından eşikdə olan bu önəmli o kitablar ki vardılar, yazılar ki vardılar, bunları qıssa gətirib Azərbaycan türkçəsində dövrməmiz lazımdır bizim. Öykülər vardılar, siyasət qismətləri vardılar ki, qadınlara özəldir. Dünyada o qadınlar ki, etki buraxıblar, bir çox dillərdə vardır, bəlkə türkçəyə, farsçada da vardır. Amma indi bu zamanda, bu 5 il, 10 ilin içində daha çox qadın yazarlar vardır bu Avropanın özündə. Bunları gətirib qıssa insanlarımıza bizim anlatmamız lazımdır. Ki, qadın nə iş görübdür buralarda? Nə olubdur ki, burada qadın etki buraxır öz toplumuna, gələcəyinə. Niyə bizim insanımız buraxanmır? Niyə bizim qadınımız buraxanmır? Bu qorxunu, siz anlattınız da bunu, bu bir cürəsi yəni pisdir, ayıbdır, belə bir şey yoxdur. Bunları bizim beynimizə soxdular. İslam kültürü ilə gətirib bizim beynimizə soxdular, yabancı kültürü ilə. Bunları sındırmamız lazımdır. Tam insanlarımıza deməliyik ki, bizim yerimiz haradır? Gələcəkdə qadınlarımızı nə gözləyir bizim bağımsız Azərbaycanda? Nə üçün bağımsız Azərbaycanda bizim qadınlarımız da özəl olaraq kişilərlə bərabər ikisi bir zətdə olacaqlar, həddə olacaqlar. İslam qanununun tayı qadın, 2 qadın, 1 kişi əndazəsi qədər olmayacaqdır. Gələcək Azərbaycanda qadınla kişi ikisi də bərabər olmalıdır. Tam bərabər olmalıdır. Sözdə yox, əməldə bərabər olmalıdır. Bu cür olmasa biz dalı qalacağıq. Bizim ölkə qurmağımızın da faydası olmayacaqdır. Əgər qadınlarla bərabər bir yerdə olmayaq. Və əminəm ki, bu potansiyel bizdə vardır və buna doğru da getməliyik Mehdi bəy. Buyurun, sizdən eşidim. Biz Urmiyə məsələsinə
Urmiye'də olan təzahürata baxanda rejim orada bir oyun oynadı. Kürdlərə bir zaman ayırdı və əmniyyətini sağladı. Şəhərlərdən gətirib orada bir törən getirdi. Baxın orada burada dediyimiz təşkilat məsələsi bilinçli bəzi məsələləri ortaya qoyması burada önəmlidir. Tamamilə filmlər üçün Kürdlərin törənində çıxdı, qadınların rəqsi idi. Bəli. Amma onun müqabilində bizim o Əlavə Heydəriyun adlandırılan toplantıda ki 100 min nəfər adam girişdi, birinci millətimizi elə günə salıblar ki, millət şiəli bənimsəyir. Deyir, mənimki bundan istifadə eləməliyəm. Bizim o təzahüratda az görülən qadınlar idi. Baxın, siz bunu indi dünyaya göstərdiyinizdə, siz məsələn bir Avropa ölkəsi olaraq, siz baxdığınızda bu filmlərə bir qrup əlinə sopa götürüb xiyabana çıxıb, bir qrup bir yerdə rəqs eləyir və haqq axtarır. Siz hangisini bəyənərsiniz? Siz hangi toplumu iləri görərsiniz? Çox mühüm bir nöqtədir bu. Mənim etirazım olduğunda təzahürat başlamadan bu idi. Bəxtdir ki, bir dənə təzahürat bərnaməsi yayınlanır. Bunun detaylarını gərək çalışırlar. Hangi insanlar oldu? Baxın, çox önəmlidir. Avropa ölkəsi ilə bir Amerikanla oturursan, sən söhbət edirsən və sən filmləri göstərirsən, sən nəyi ortaya qoyduğun gərək bəyənirlər. Sən eləyənməsən o filmi verəsən eşiyə ki, sopağla çıxıbsan xiyabana. Məgər mən daişəm. Bu tarzda etiraz mı olar? Mən pisləmirəm etirazı. Amma etirazın özünün usulu var. Sən gəlib bu cür çıxsan eşiyə, səni məhkum edirlər. Sabah birinin əlində bu əbzar olacaq. Bizim xanımların traktor məsələsində iştirakı çox yaxşıdır. Amma bunu mən hər dəfə deyirəm. Bu məsələni xiyabana gətirmək lazımdır. Çünki son sözü xiyabanda deyilir. Stadionda demirlər. Onun üçün xiyabanda bu məsələ olmalıdır. Qadınlarımız xiyabanda olmalıdır. Hərəkəti yönləndirənin bir cəhəti xanımlar olmalıdır. Xanımları qoyduğumuzda kənara toplumun yarısı yanı yoxdur. Yəni bizim hərəkətin yarısı yoxdur. Gücümüzü yarı elədik. Bu qədər sadə. Onun üçün hər bir bərnaməyi ki tökürük biz, çox diqqətli olmalıyıq. Hər detayına baxmalıyıq. Yarın bundan nə istifadə edə bilərik və ya bu hərəkət bizə nə zərərlər yetirə bilər. Dəqiq hərəkət eləməliyik ki, hər bir fürsətdən ən çox verim alaq. Sünnəti addımlardan Mehdi bəy, yavaş-yavaş sanıram ki, millətimiz istiləşiyə çıxar. Bu sünnəti düşüncələr ki vardı, bunlar bizim insanımızı, qadınımızı və kişimizi, əlkəyimizi qoymur gedə qabağa. Qədimdən olan o köhnə düşüncələr qoymur bizim insanımız gedə qabağa. Amma ən azından eşikdə olan bu insanlarımız bizim dünyada olan bu
qadın hərəkatının etçisini içəriyə deməlidir. Tabii indi internet vardır, oxuyur bizim millətimiz, görür bizim millətimiz. Amma hiss etdirməmiz lazımdır insanlarımıza bizim. Buna görə Mehdi bəy, ayrı bir proqramlarımız da olacaqdır. Milli hərəkatımızda o qadınlar ki vardılar, çalışacaq biz gələcək proqramlarda onlarla bərabər proqram da yapaq. Elə bizim öz qadınlarımız ki var təşkilatımızın içində. Bunlarla bərabər proqram aparacağıq. Təbii ki bu proqram başlanışdır bizim qadın hərəkatına. Ki niyə yoxdur bizim qadınlar bu hərəkətdə və Bətni Camədə niyə yoxdular? Bunları təbii ki geniş danışmamız lazımdır bizim. Opsi təşkilatlardan da istəyimiz bizim budur ki, ən azından qadınları çəkib gəlsinlər təşkilatlara, qadınlara iş versinlər, qadınların yazılarını oxusunlar, özəlliklə qadınlardan yararlansınlar. Bu qadın hərəkatı yaranırsa, bizim deyə bilərəm bir çox işlərimiz qabağa gedə bilər. Mehdi bəy, proqramın biz axırına yetiririk. Təbii ki, bugünün də danışığı çox verimli oldu. Bir son deyəcəyiniz varsa Mehdi bəy, buyurun. Sizdən eşidək. Son bir dəqiqə bunu deyim. Bizim təşkilatların %98'ini erkəklər oluşturur. Doğrudur. Və eşikdə bir çox Azərbaycan türk qadını var. Və ya hətta içəridə. Bizim qadınların ən böyük müşküllərindən biri mala məsələdir. Əgər malı məsələni mən erkəkləri demirəm, erkəklərin məsələsi biraz mütəfavitdir. Amma qadınlarımızı bu məsələdə ileriyə götürmək üçün bəzi puanlar verməliyik. Ta qadınlar bu məsələyə ələ alsınlar. Məsələn, bir qadın istəyir gələ çalışa, bir çox məziyyət qoymalıdır təşkilatlar. Hər nədən vurub bu məziyyətləri yaratmalıdır. Qadınların malı məsələsini həll eləməlidir. Ta bu məsələyə maraq göstərsinlər. Bir iş olaraq da baxsınlar. Çünki siyasət bir iş göz. Ticarət. Onun üçün bəzi məsələləri, bəzi puanları yaratmalıyıq və imtiyaz verməliyik. Ta qadınlar gəlsin, təşkilatları alsın əllərinə, müdiriyyət eləsinlər. Çox təşəkkürlər və son sözümü deyim. Azadlıq, ədalət, milli hökumət. Doğrudur Mehdi bəy. Sözün başlanışı və qurtuluşu tam buradadır. Azadlıq, ədalət və milli hökumətdə bitirir sözümüz. Dostlar, çox təşəkkür edirik sizlərdən, sayın izləyicilər, bizim proqramı izlədiyiniz üçün. Lütfən bizim proqramı bəyənin, kanallarımıza üyə olun. Instagramda bizim səhifəmiz vardır, Qurtuluş adına, Facebookda vardır, YouTube'da vardır. Və ha belə Mehdi bəy Nərimanının YouTube'da, Instagramda, Telegramda. Bunlarda lütfen üye olun, bunları izləyin və bunlarda önemlisi yorum yazın. Nə qədər yorum olduqca o qədər kanal yuxarıya gəlir. Dostlar, çox sağ olun, var olun. Mehdi bəy, sizdən də çox təşəkkür edirəm proqrama qatıldığınız üçün. Özünüzə yaxşı baxın. Bir ayrı proqrama dək əsən qalın. Var olun. Görüşmək üzrə. Azerbaycan torpağıdır, halkımızın ocağı, Şərqin nurlu çırağıdır, Şəhriyarın sözü Təbriz. Azerbaycan torpağıdır, halkımızın ocağı, Şərqin nurlu çırağıdır, Şəhriyarın sözü Təbriz. Yeter artık bu esas
gayret cesaret, bitsin kefil bitsin garet, gülsün halkın yüzü Təbriz. Yeter artık bu esaret, biraz gayret cesaret, bitsin kefil bitsin garet, gülsün halkın yüzü Təbriz. Sen güzelsen Təbriz, kahramansan Təbriz, kalk ayağa Təbriz, sen bizimsen Təbriz. Sen güzelsen Təbriz, kahramansan Təbriz, kalk ayağa Təbriz, sen bizimsen Təbriz. Ayrı kaldık uzun iller, koy açılsın bu yollar, ne serhedler ne mefdiller ayırmasın bizi Təbriz. Ayrı kaldık uzun iller, koy açılsın bu yollar, ne serhedler ne mefdiller ayırmasın bizi Təbriz. Salam sene Azerbaycan, salam sene ey Turan, salam sene ey Savalan, tarihimin izi Təbriz. Salam sene Azerbaycan, salam sene ey Turan, salam sene ey Savalan, tarihimin izi Təbriz. Sen güzelsen Təbriz, kahramansan Təbriz, kalk ayağa Təbriz, sen bizimsen Təbriz. Sen güzelsen Təbriz, kahramansan Təbriz, kalk ayağa Təbriz, sen bizimsen Təbriz. Azerbaycan torpağıdır, halkımızın ocağı, Şərqin nurlu çırağıdır, Ələsgərin sazı Təbriz. Azerbaycan torpağıdır, halkımızın ocağı, Şərqin nurlu çırağıdır, Ələsgərin sazı Təbriz. Yeter artık bu esaret, biraz gayret cesaret, bitsin kefil bitsin garet, gülsün halkın yüzü Təbriz. Yeter artık bu esaret, biraz gayret cesaret, bitsin kefil bitsin garet, gülsün halkın yüzü Təbriz. Sen güzelsen Təbriz, kahramansan Təbriz, kalk ayağa Təbriz, sen bizimsen Təbriz. Sen güzelsen Təbriz, kahramansan Təbriz, kalk ayağa Təbriz, sen bizimsen Təbriz. Sen güzelsen Təbriz, kahramansan Təbriz, kalk ayağa Təbriz, sen bizimsen Təbriz. Sen güzelsen Təbriz, kahramansan Təbriz, kalk ayağa Təbriz, sen bizimsen Təbriz. Sen bizimsen Təbriz.